Südü azaltmaq və kəsmək üçün süd vəzisini əsla sıxıb bağlamaq olmaz. Hər vaxtınız xeyir dəyərli izləyicilərim və pasientlərim. Bir çox ananın müraciətinə görə, bir çox ananın verdiyi suala görə mən bu toplu bir şəkildə cavab vermək istədim ki, heç bir ana bu səhvi eləməsin. Yadımdadır bir neçə ay əvvəl mənə hətta bir ana müraciət eləmişdi ki, anada artıq mastit var idi sözün düzü və mən onu mamoloqa yönəltməyə məcbur idim. Çünki artıq çox gecikmiş vəziyyətdə idi və sadə antibiotik təyini ilə təəssüf ki, vəziyyəti düzəlməyəcəkdi və çox təəssüf edirəm ki, həmin anada uzun müddətli mastitdən sonra artıq irinləmə baş vermişdi, yəni abses yaranmışdı və absesa görə təbii ki, artıq cərrahi müdaxilə tələb olunurdu. Hər şey yaxşı bitdi, amma bu səviyyəyə, bu vəziyyətə gəlib çatmaya da bilərdi. Bir çox kompetent olmayan, sertifikatı olmayan və bu işlə elə-belə öz başına məşğul olmağa başlayan ana südü məsləhətçilərinin, həmçinin bu sahədən heç bir xəbəri olmayan, yəni süd vermə barədə heç bir bilgisi olmayan həkimlər var ki, misal üçün müəyyən kateqoriya həkimlər anaya dərman yazmadılar, müalicə yazmadılar hər hansı problemlə bağlı və dərman qəbuluna görə süd verə bilməzsən deyirlər. Əvvəla heç elaktansiya.org səhifəsində bunu yoxlamadan, həmin dərmanların tərkibini yoxlamadan birbaşa süd verməyin deyirlər və çox təəssüf ki, mən özüm onu yoxlayıb anaya deməyə məcbur oluram. Yəni içə bilərmi, içə bilməzmi deyə. Və bəziləri isə hətta deyirlər ki, süd kəsən dərman qəbul etməlisən, o dərmanı təyin də eləyirlər. Baxmayaraq ki, elə bir zərərsiz dərman deyil o və xüsusi sxemlə qəbul olunmalıdır və o dərmanı içəndən sonra süd vəzlərini sıx bağla ki, südün kəsilsin. Bu kökündən yanlış bir yanaşmadır. Əgər ananın təcili müalicəyə ehtiyacı varsa və bu gün sabah ən gec bir həftə sonra başlamalıdırsa, bəli, süd kəsən dərman qəbul eləmək olar. Amma südü kəsmək üçün heç bir halda dərman qəbul eləsəz də, eləməsəz də süd vəzisini sıxıb bağlamaq olmaz. Əmizdirməni sonlandırdığımız zaman süd birdən-birə kəsilmir. Buna müəyyən vaxt lazım. Bəli, hormonal vasitələr, o cümlədən də süd kəsən dərmanlar südün birdən-birə dayanmasını deyil də, nisbətən daha qısa zamanda istehsalın zəifləməsinə gətirib çıxara biləcəklər. Amma bununla yanaşı, yenə də o dərman tam təsir edənə qədər süd vəzisi müəyyən müddət ərzində süd istehsal eləməyə və dolğunluq hissi verməyə davam edəcək. Südü verməyəcəyinizə görə uşağa, təbii ki, ilk günlərdə süd vəzisi çox da olacaq, sizi incidəcək və doğumun ilk günlərində olduğu kimi mastit təhlükəsi çox yüksək olacaq. Yəni, süd gəlir, süd istifadə olunmur və süd vəzisində toplandığına görə əvvəl qeyri-infeksion, sonra infeksion mastitə keçə bilər. Bu olmasın deyə nə etməliyik? Əvvəla, süd vəzisini qəti şəkildə sıxıb bağlamaq olmaz. Çünki siz bağladığınız müddətdə mastit probleminin yaranmasını daha da tezləşdirirsiniz və süd kəsilmə əvəzinə orada süd düyünləri əmələ gəlir, laktastaz olur və laktastazdan sonra mastit əmələ gəlir. Dediyim kimi, öncə qeyri-infeksion, daha sonra infeksion mastit olur. Və infeksion mastitin sonu da irinləməyə qədər aparıb çıxara bilər. Biz bu zaman nə etməliyik? Əgər südümüzü kəsiriksə, dediyim kimi, dərman içdik ya içmədik fərqi yoxdur. İlk günlərdə süd vəzimiz çox da olacaq və incitməyə başlayacaq. Ola bilər ki, ilk gündə sizin süd vəziniz 2-3 dəfə dolar və ağırlıq hissi verər, sizə ağrı hissi belə yarana bilər, hətta qızdırmaya da səbəb ola bilər. Burada süd vəzisini cüzi sağıb, rahatlama hissi əldə edənə qədər dayana bilərsiniz. Yəni, ilk gün 2 dəfə, 3 dəfə cüzi sağmağa ehtiyac ola bilər. Bu arada südü sağıb saxlamırıq, çünki o süd bizə artıq lazım deyil. Biz əmizdirməni sonlandırırıq və uşağa butulkadan da olsa o südü verməyəcək artıq. Və tam sağmırıq ki, növbəti gün daha da çox süd gəlməsin. Biz az-az, aram-aram və sırf yüngüllük hissi əldə edənə qədər sağmalıyıq ki, süd vəzisinə siqnal göndərək və beyinə siqnal göndərək ki, bu süd artıq lazım deyil. İlk gün 2-3 dəfə sağmağa ehtiyacınız ola bilər. Növbəti gün bir dəfə, növbəti günlərdə daha doğrusu bir dəfə sağmağa ehtiyacınız ola bilər. Ondan sonraki günlərdə 2 gündə bir, 3 gündə bir sağaraq artıq südünüzün çox gəlmədiyini, eyni zamanda süd vəzinin sizi incitmədiyini hiss eləyəcək. Ola bilər ki, bu proses 1 həftə, 2 həftə vaxt tələb edə bilər. Bu zaman
siz əgər laktasiyanız artıq zəifləyibsə, demək olar ki, südünüz artıq gəlmirsə, daha doğrusu siz narahatlıq hiss eləmirsinizsə, süd vəzisində ağırlıq hiss eləmirsinizsə, sizə ağrı və qızdırma vermirsə, üzərində qızartı falan da yoxdursa, demək ki, südünüz normal qaydada, təbii qaydada artıq yavaş-yavaş çəkilməyə başlayır. Bəli, sağıb baxmağa çalışsaz, orada ola bilər ki, 20 milli, 30 milli və yaxud damcı-damcı südün gəldiyini görə bilərsiniz. Lakin hər birinizdən xahiş edirəm. Əgər sizin süd vəzniniz əmizdirməni sonlandırdığınız müddətdə sizi narahat eləmirsə, incitmirsə, ağrıtmırsa, qızdırma falan vermirsə, onu sağıb yoxlamaq olmaz. Əgər sizin süd vəzniniz sizi narahat eləmirsə, deməli laktasiyanız artıq passivləşib və zamanla tamamilə çəkilib gedəcək. Ola bilər ki, siz döş giləsini sıxanda bir neçə damcı gələ bilər süd və o demək deyil ki, bu süd sizin süd vəzninizdə qalıb və sizə zərər verəcək. Əsla belə bir hal yoxdur və istənilən savadlı, sertifikatlı ana südü məsləhətçisindən soruşsa sizə eyni məlumatı verəcək və südün tamamilə çəkilməsi üçün ortalama 6 ay, 8 ay, bəlkə 1 ilə qədər vaxt lazımdır və yenə təkrar edirəm. Bu süd sizin vəzninizdə qaldıqca və sizi incitmədikcə sizin süd vəzlərinizə də bir orqan kimi və sizin bədəninizə əsla bir zərər verməz. Dərman qəbuluna gəldikdə isə, əgər ananın ekstra prolaktin yüksəkliyi yoxdursa, yəni biri var normal prolaktin səviyyəsi əmizdirmə müddətində, biri də var ekstra çoxdur və bu analarda misal üçün 1 yaşında da, yaş yarımında da uşaq o qədər çox süd yeyir ki, onların südü, yəni bir dəfə verməsələr südü, süd vəzisi çox şişir, dolğunlaşır və incitməyə başlayır. Əgər sizin uşağınız gün ərzində süd vəzisini çox əmmirsə, südə çox ehtiyac duymursa, adi yeməkləri, qatı yeməkləri çox yaxşı yeyirsə və südü yuxu ətrafı yeməyə davam edirsə, südü nə vaxt kəsəcəyinizdən, daha doğrusu əmizdirməni nə vaxt sonlandıracağınızdan asılı olmayaraq dərman qəbuluna ehtiyacınız yoxdur. Yox, əgər sizin uşağınız gün ərzində çox əmirsə və qatı yeməkləri demək olar ki, yemirsə və siz aktiv laktasiya hiss edirsinizsə davamlı, o zaman ola bilər ki, dərmanla südü kəsməyə ehtiyacınız olar. Yenə də sınamadan və dərmansız laktasiyanı azaltmağa cəhd etmədən bunu heç vaxt bilməyəcəksiniz. Və çox xahiş edirəm, süd kəsmə müddətində, əmizdirmənin sonlandırması müddətində sıx paltar geyinməyin, süd vəzlərinə xüsusi kompreslər qoymayın, xüsusi müdaxilələr etməyin, sıx büzqalter alt paltarı geyməyə çalışmayın, əksinə normal, həmişə geyindiyiniz kimi yumuşaq büzqalterlər geyməlisiniz ki, süd vəzinə zərər verməyəsiniz. Diqqətiniz üçün minnətdarım.